Hörmətli icraçı, bir daha Nahid Kəmənin çəkdiyi videoyla bağlı, hansı ki, orada deyir ki, ana uşaqlar qoydu getdi, getdi, uşaq qoydu getdi. Onunla bağlı bir daha xatırlatmaq istəyirəm bütün vətəndaşlara. Əgər kimsə sizi şantaj edirsə, kimsə sizə hədə qorxu gəlirsə, mütləq qaydada polisə, hüquq mühafizə orqanlarına şikayət edin. Yox, əgər cinayət tərkibi iş görməlisinizsə, hansısa başqa bir məsələ varsa, mütləq qaydada psixoloqa müraciət edin, vəkile müraciət edin, hüquqşünasa müraciət edin, hətta cinayət tərkibi iş olduğunda da müraciət edin. Bir daha deyəm, hörmətli icraçı, həmin adam sizin cinayət törədicisi bilirsə, o əgər gizlədilsə, siz şantaj edirsə, o özü cinayət məsələsinə bu. Yox, iki nəfərin arasında şəxsi söhbətdirsə, məsələn, intim söhbətdirsə, bunun videosunu paylaşmana şantaj edirsə, o özü də cinayətdir. Birbaşa, hörmətli icraçı, çəkinməyin, hüquqlarınızı müdafiə edin. Mən özüm də dəfələrlə demişəm, mənim telefonum açıldı, WhatsApp-a kimin nəsə var versin, hörmətli icraçı. İstənilən çətin vəziyyətdən çıxış yolu var. Nəzərə alın, mütləq qaydada. Özünüzü itirməyin. Xüsusilə əziz valideynlər, sizin haqqınız yoxdur ki, evdə uşaq olduğu halda qoyub gedəsiniz. Kimsə sizə hədə qorxu gəlsə, mütləq müraciət edin. Ən azın olan tarixini görə, hörmətli icraçı, mütləq qaydada. Qorxmayın. Və deyəm, vəkil sizin sirrinizi saxlamaya borcludur. Psixoloq sizin sirrinizi saxlamaya borcludur. Hüquq mühafizə orqanlarına müraciət edirsiniz, onlar onsuz da məxfi qoyularaq heç kimin sirlərini demir, heç kimə. Narahat olmayın. Əgər başınıza iş gəlibsə, əziz xanımlar, istəmirsiniz yoldaşınız bilsin, vəkilə deyin, psixoloqa deyin, hüquq mühafizə orqanlarına deyin, mütləq qaydada deyin. Uşaqlarınızla dost olun, uşaqlarınızı risk atmayın. Amma birinci növbədə məsələk görən ki, ayı özünüzə deyəsiniz, yoldaşınıza deyəsiniz, valideynlərinizə deyəsiniz, deyə bilmirsinizsə, mütləq qaydada adını çəkdiyim qurumlara deyim. Diqqətli qalın, sağ olun. Sağ olun.